İzləyicilərim, bugün mən sizə Zabratda gözəl bir yerdə, Zabratın çox gözəl bir yerində, Zabrat 1-də belə bağlı bağçalı bir dənə ev təqdim etməyə gəldim. Evimiz çox ucuz evdir. Yəni ki, evləri məndən gəlib həmişə ucuz evlər istəyirlər, 50 mindən aşağı. Ona görə mən də axtarışda oluram ki, biraz ucuz variantda görüm harda var. Gəldim, burada elə 2 dənəsini tapmışam, 2 qonşudur. Bu evlərin işıqlarını yandırmaq istəyərdik. Hə qızım, sən belə keç. Deməli, bax, bura giriş böyük bir dənə otaqdır. Bax, bir dənə böyük otaqdır. Buranı kuxna kimi, həm kuxna, həm studiyadır, belə deyək. Kuxna studiyadır. Sonra keçirik bu birisi otağa. Deməli, burada da bir dənə yataq otağı var. Ev jek evidir də, yəqin ki, eləmi qızım? Bura yer istif oldu. Hə, yox. Hə də mən onları bilməliyəm, deməliyəm. Hə, ondan sonra keçirik. Buraların işığını yandırardınız. Hə, qızım, sən düşmə. Aha, bax, burada bir otaqdır. Sonra burada bir otaqdır. Yəni, iç-içədir hamısı belə keçəndə koridor sistemindən deyil də, köhnə vaxtın evlərindəndir. Bax, burada böyük bir dənə otaqdır. Yəqin arxada bağçası var. Orada qapı açılır. Eləmi qızım? Hə, bax bura. Yola çıxır, buradan çıxış. Hə, burada deməli evin 2 tərəfə çıxışı var. Biri bu qapıdan bu yola çıxır, biri də o qapıdan o birisi yola çıxır. Yəni evi 2 yerə də bölmək olar. Hə, plana düşsə çox yaxşı qiymət də verərlər yəqin ki. Belə, amma evin əməli başlı remonta ehtiyacı var. Burada sanuzeli. Bura hamamı görürsünüz, böyükdür. Belə hal-hazırda evdə yaşayış var. Qiyməti də münasib olacaq. İndi zəng edib soruşacağım ev sahibindən. Evdə indi uşaq var deyə mən soruşa bilmədim. Bax belə, o qapıdan o küçəyə çıxır, bu qapıdan da bu birisi küçəyə çıxır.